məşərəl İslam. Çox mübahisə lazım deyil. Mənə qəti cavab lazımdır. Mirzə Cəlil dirilməlidir, ya yox? Şeyxana, vallah mən biləni, mərhumun özündən soruşsaq, o heç də razı olmaz ki, təzədən bu dünyaya qaçsın. Sakit olun, sakit olun, sakit olun. Ki, sən nə ağzı o gələn danışırsan? Sən lənətə gələsən, sən yenə buradasan, baxışdı sana. İtir burada. Sən nə danışırsan ki? O dünyada, biz bu dünyada. İndi biz gedək o dünyaya soruşan kişiden görək razıdır, razı deyil. Ya şeyx, biz mərhumun müqəddəratını həll edirik. İcazə ver, gedək fikirləşik. Gedin fikirləşin. Çox sağ olun, gəlbəri. O da yenə bu buradadır ki, gedəvər, ged ayəfər. Monsieur Şeyh. Monsieur Şeyh. Hamı getdi fikirləşsin. Bir sən qalmısan bilməm. Bir il o Mirzə Cəlili qoy desin. O dünyada həqiqət var ya yox. Ha? O həqiqəti ki sən axtarırsan. Onu heç yerdə tapa bilməyəcəksən. Lotu səndə. Vur, vur gəlsin. Kənar ol. Mən sənə əl vermərəm. Sən şərab istemal eləyirsən. Yaxşı eləyirsən. Monsieur Şeyh, siz gərək şükr eləyəsiniz ki, mən şərab içirəm. Əgər mən bu içkini içməsəm, ağlım başımda olar və gözüm açıb baxanda möcüzələr yaratmaq istəyən müştəhidi görərəm. O müştəhid ki, hacılarımızın başını ricət məsələsi ilə piyləyib, onları məsxəriyə qoyur. Və hər gecə ən gözəl bakirə qızlarını bədbəxt eləyir. Hə? Hə? Mən hər gecə intihası sahaba nail oluram. Dəl sənin kimi meyxanalarda ovqatımı zayi etmirəm. Vur. Kənar ol. Çək başına. Kafir, vallahi elə bəddua eləyərəm ki, yerlə yeksən olarsan. Heç bir şey eləyə bilməzsən. Niyə? Birincisi, bu pak torpaq mənim kimləri qəbul eləyə bilməz. İkincisi, atam Hacı Həsən, Şeyx Əhmədin dəftərinə adını yazdıracaq və sən də məni dirildəcəksən. Böyük səhv eləyirsən, səni təzədən diriltmək olmaz. Niyə? Görmədin Mirzə Cəlilin dirilməyinə heç kəs razılıq vermədi. Sənin dirilməyin, onların neyinə lazımdır canım? Mənim kitabım bağlandı. Dirilməyimə ümid yoxdur. Bəs sizi kim dirildəcək? Bəlkə sizə daim yaşamaq möhrü vurulub. Elə bilirsiniz ki, ölməyəcəksiniz. O Allahın əlindədir. Axır ki, sizdən ağıllı söz eşitdim. Bu möcüzəni ancaq Allah yarada bilər. O istəsə öldürər, istəsə dirildər. Bu bir həqiqətdir, bunu danan kafirdir. Onda deyin görək, bəs siz kimsiniz axı? Siz Allahın qeybdən göndərdiyi səfirlərsiniz. Əgər həqiqətən elədirsə, onda bəşarətinizi göstərin. Həm də möhürlə təsdiqlənmiş. Susursuz. Deyin mi siz kimsiz? Siz dünyaya gelmiş en büyük şarlatansız. Kafir! Ya şeyh, akşam namazının vaxtıdır, deyirəm sizə yenə bu abinin sözünə qulaq asmaq lazım deyil. Sarhoşun biri sarhoş! Şarlatan, 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 şarlatan! Ay şeyh! Şeyh! Hani benim Mirzəm? Mirzə Cəlili diriltməyib gedirsən? Qurban olasan Şeyx Əhmədə. Vallahi elə bəddua eləyərəm ki, diri-diri qəbrə girərsən. Onsuz da sən ölüsən. İçim ya içmeyeyim. Elə məsələ də bundadır. İndi biz neyiniyək? Hara gedəcəyik biz? Ay hacı, ay hacı.
Necə yana gedəcək ya? Əlbəttə qarı öz evinə. Madam ki, şeyx cənabları bizə bir günlük möhlət verir. Gedək öz evimizə də. Oturub əməlli başlı fikirləşək. Düzdür. Mən üzr istəyirəm. Siz nə danışdığınızı anlayırsınız. Belə görkəmdə şəhərə çıxaq, alt paltarda, tuman köynəkdə, ayıb daxı. Hayazım, gərək məni bağışlayasın. Vallah qarnım azından geridə boy fiti verir. Deyirəm, axşam olsaydı, gedərdik öyümüzə. Allahın verdiyindən bir tikə yiyərdik. Sarıncə də ağzınıza gələni danışmayın. Eveşlik vaxtıdır. Eşitmədiniz, Şeyx Həzrətləri nə dedi? Axı nə dedi? Ölülər dirilməyincə üst paltarlarını geymək olmaz. Düz, Deməli biz burada qalaq, acından ölək. Ölüler! Ay ölüler! Eşidirsiniz mi beni? İskender Bey, dinleyin seni. İskender Bey! İskender Bey! İskender Bey eşidir. İskender Bey! Hadi işte! İskender Bey! Görün seni! Sakit! Sakit! Sakit olun ay rəhmətliklər. Görün sizə nə deyirəm. Ölülər, bir gün Şeyx Nəsrullah gəlib duracaq sizin başınızın üstündə, amiranə bir tərzdə deyəcək, ey Allahın mömin bəndələri dirilin! Bax onda, nə badə Şeyx Nəsrullahın sözlərinə qulaq asasınız. Ha.